Günaydın mənim əziz həmvətənlərim, mənim sevimli Gəncəbasarlarım. Dəfələrlə sizlərə demişəm ki, bizim Azərbaycan ayrı yuvanın quşudur. Dünyada ikinci belə bir dövlət yoxdur ki, orada padşahın sözü ölkənin və onun xalqının həqiqi vəziyyətinə zərrə qədər də uyğun olmasın. Yaxşı yadımdadır. Anam danışırdı ki, mən hələ pioner olanda məktəbdə peçi qalamazdılar deyən dəhşət soyuq olurdu. Həm də aclıq idi. Yeməyə əhbək tapmırdıq. Uşaqlar isə xoşbəxt uşaqlığımıza görə yoldaş Stalinə sağ ol deyirik. Plakatları əldə tutaraq nümayişə çıxırdılar. Heç kimsə də bunun müqabilində öz cınqırını belə çıxara bilmirdi, cınqırını. İndi bizdə də belədir. Əliyev daim danışır, deyir ki, güya biz dünyada ən yaxşı ölkəyik, ən varlı, ən mütəşəkkil bir ölkəyik. Ona görə də güya başqaları bizim paxıllığımızı çəkir. Ölkə vətəndaşları da avamcasına bu sözlərə inanır ha, inanır. Bəziləri deyirlər ki, ölkədə vəziyyətin belə acınacaqlı olmasına səbəb Əliyev deyil, onun ətrafıdır. Güya yaxın ətrafı Əliyevə səhv məlumat verir. Ay mənim əzizlərim, bundan böyük azdırma olar. Axı bu ağılsızlıq, avamlıq, nadanlıqdır. Axı niyə başa düşmürsünüz ki, iqtidarda oturanlar hamısı bir bezin qırağıdır? Ən böyük səbəbkar Əliyevdir ki, cəmaət səsini çıxara bilmir. Mitinqə çıxmaq istəyir, hökumət rəsmiləri tez car çəkirlər ki, sən demə, xarici dövlətlər təşkil edir bu mitinqləri. Güya onların məqsədi ölkədə sabitliyi pozmaq, xaos yaratmaqdır. Ümumiyyətlə, Azərbaycanda iqtidar münasibətdə hər cür yad fikirlilik xaricdən təşkil olunmuş qəsd kimi qiymətləndirilir. Kütləvi informasiya vasitələri səhərdən axşamadək gah Amerikalıları, gah Rusları, gah Erməniləri, gah İranlıları, gah mömin müsəlmanları qaralamaqla məşğuldur. Onların dediyinə belə məlum olur ki, güya Əliyevdən və onun qara ruhundan başqa hamı günahkardır, hamı. Yəqin ki, özünüz də xəbərdarsınız. Bu yaxınlarda Amerika Birləşmiş Ştatlarının iki siyasətçisi Azərbaycan hökumətinin insan haqlarını pozmaqda, onun demokratiyanı boğmaqda təqsirləndirərək öz hökumətindən bu dövlətə qarşı sanksiyalar tətbiq etməyə çağırdılar. Bunun ardınca sentyabrın 15-də Amerika Birləşmiş Ştatlarının Konqresində Azərbaycana
demokratiyanın vəziyyəti ilə bağlı dinləmələr təşkil olundu. Azərbaycanın hakimi elitası bütün bunları hədsiz bir etirazla qarşıladı. Hətta Azərbaycanın Amerikadakı səfirini geri çağırmaq tələbləri edənlər də oldu. Digərləri tələb etdilər ki, Amerikanın Bakıdakı səfirinə nota təslim olunsun. Milli Məclisdə isə əsl şəbək çıxartdılar. Deputatların hər biri İlham Əliyevə sadiqliyini və kölə sədaqətini nümayiş etmək üçün Amerikaya nifrətlər yağdırdı. Jurnalistlər yığın-yığın məqalələr yazaraq, Amerika ilə əlaqələri tam kəsərək, Avrasiya İttifaqına, Rusiya qoşulmağı tələb etdilər. Həm də bu tələb edənlərin çoxu o şəxslərdəndir ki, onlar dünənədək Rusiyaya dişinin dibindən çıxan söyüşləri yağdırırdılar. Onu az qala Azərbaycanın əsl düşməni elan etmişdilər. Bütün bunların içində mənim diqqətimi belə bir şey cəlb etdi. Əlbəttə, mən demirəm ki, Amerikalı siyasətçilər hər şeyi düz eləyirlər. Yox, əlbəttə yox. Yəni, demək istəyirəm ki, onlar Əliyevin bütün cinayətlərini, qanun pozuntularını sadalamırlar. Onların çox cüzi hissəsini göstərirlər. Bununla belə Bakıda oturan jurnalistlər və siyasətçilər, deputatlar onların tənqidindən nəticə çıxarmaq, ölkədəki qanunsuzluğu heç olmazsa azacıq da olsa düzəltmək əvəzinə, Əliyevin gizli cəsusları qismində Amerikalı siyasətçilərə başqa dövlətlərin nişan göstərir, onları cəzalandırmağı təklif edirlər. Baxın, deyə onlar yazırlar. Səudiyyə Ərəbistanında oğurluğa görə əli kəsirlər. Ərinə xəyanət edən qadınları daşqalaq edirlər. İrana işarə edərək deyirlər ki, bəzi ölkələrdə yad fikirliləri həbsxanaya salırlar. Sonra görün nə yazırlar. Amerika prezidenti sanki heç nə olmayıbmış kimi, qara dərili müğənni və erməni qızı Kim Kardashian ilə görüşür. Amma Azərbaycan taz olub onların gözündə. Vallahi, matkala qalmışam belə satqınlara. Ay balam, sizin nə işiniz var başqa dövlətlərlə və xalqlarla? Qoy necə bilirlər, elə də yaşasınlar da. Siz axı onların niyə satırsınız? Axı siz kimə oxşamısınız? Axı bu xalq heç vaxt belə satqın olmayıb axı. İndi nə oldu sizə? Bu Əliyev, İlham Əliyev nə elədi sizə ki, bu xalq belə bədbəxt günə qaldı? Axı bu həm də primitiv bir psixologiyadır. Elə deyilmi? Axı adama deməzlərmi ki, qara dərilinin nə günahı var? Axı Amerika prezidentinin özü də qara dərilidir axı. Daha sonra Amerikada çox məşhur erməni aktrisasının burada nə günahı var? Ay mənim əziz xalqım, bütün bunlar əslində faşist ideologiyasının nişanələridir. Məsələyə bu xalqı belə bir ruhda tərbiyə edir ki, əgər kimsə qara dərili ya ermənidirsə, demək o adam deyil. Əliyev faşizmi belə yeridir mənim xalqımın beyninə. Hamıya aydındır ki, bütün bunlar ölməkdə olan əjdahanın ölüm qabağı çabalamalarıdır. Onun bədəni artıq ölmüşdü. Amma o, hələ də zəhər saçmaqda davam edir. Ən gülməlisi də budur ki, Əliyevin ətrafında olan yaltaqlar, ərcüzü məsələdə tez şişələnərək özlərini gözə soxmağa çalışırlar. Onların parlaq nümunəsi aramsız tovuzlu qız o toyuq beyinli Gömbul Qənirə Paşayevadır. Hara baxsan, ay başına dönüm, onu görürsən. Hansı saytı açırsan, onun puç və mənasız nitq və yazıları ilə tanış olursan. Ümumiyyətlə sizə deyim ki, əgər nə vaxtsa kimsə Əliyev dövrünün kollektiv portretini çəkmək fikrinə düşsə, təkcə Qənirə Paşayevin surəti bəs edər.
Çünki Əliyev epoxasının bütün çatışmazlıkları və eybəcərliklərini bu qızcığaz öz simasında təcəssüm edib. Nə cür günah desən, onda var. Yaltaqlıq, yalan, sarsaqlıq, özündən müştəbihlik, mütləq əxlaqsızlıq. Lakin ən maraqlısı və ən gülməlisi budur ki, Rusiyanın Ermənistana İskəndər raketini satması və Erməni-Rus birgə hərbi quruşmalarının yaradılması fonunda Əliyev və onun ətrafında Rusiyaya qarşı qəflətən sevgisidir. Sevgisi. Əcəba, hardandır bu əcaib sevgi? Amma diqqət edəndə məlum olur ki, bu əslində sevgi yox, məzhəkədir, məzhəkə. Və bu məzhəkəyə səbəb heç də adi insanın hissləri yox, Əliyevin çıxılmaz vəziyyətdə olmasıdır. Bu sarsaq hökumət artıq Amerikalılarla, Türklərlə, başqaları ilə araları artıq dəyibdir. Ona görə də birdən-birə Rusiya ilə mənəvi yaxınlıq olduğunu hiss ediblər. Nə tez yaddan çıxardıblar ki, müstəqillik illərində onlar Azərbaycanlıları daim Rusiyaya qarşı düşmən ruhunda tərbiyə edirdilər. Heç Gürcüstan hökuməti belə qələt eləməyib. Azərbaycanda həm orta və həm ali məktəb dərsliklərini açanda, rəsmi təbliğata nəzər salanda bunun əyani şahidi olursan. Rusiya qarşı nifrət və düşmənçilik Əliyev rejiminin rəsmi ideologiyasının ayrılmaz tərkib hissəsidir. Amma bu qanmazlar belə hesab edirlər ki, Rusların sanki heç nədən xəbəri yoxdur. Onlar Rusiyanı bu cür boş sözlərlə yenə də aldada bilərlər. Mənim əziz xalqım, çoxdandır ki, bu haqda fikirləşir, götür-qoy edirəm. Azərbaycanda anti-Rusiya təbliğatının günü-gündən güclənməsi daim məni narahat edib. İnanın ki, dəfələrlə başa salmağa çalışmışam ki, Türkiyə yox, məhz Rusiya bizim dostumuzdur, Rusiya. Heyhat, mənə qulaq asan kimdir? Amma indi görürsünüz ki, onlar özləri necə Rusiyaya yaltaqlıq edirlər. Lakin bəla burasındadır ki, artıq iş işdən keçibdir. İndi bu yaltaqlıqdan bir şey çıxan deyil. Çünki Ruslar da yaxşı bilirlər ki, bu günlərin birində Amerikanın orta mənsəbli bir məmuru yenə Bakıya gəlsə, Əliyevin ətrafı dərhal Rusiyanı söyməyə, yenə də Amerikanı tərifləməyə başlayacaq. Bunu təkcə Rusiyada yox, İranda, başqa ölkələrdə də yaxşı bilirlər, əla bilirlər. Mən təəssüf edirəm ki, Əliyev rejimi ölkədəki əsl vəziyyəti vətəndaşlardan gizli saxlayır. Ona görə də cəmaatımız vəziyyətdən bixəbərdir. Bu günlərdə bir analitik məruzə oxudum. Burada söhbət Azərbaycanda sosial, iqtisadi və maliyyə vəziyyəti haqqında idi. Məruzəni Amerikanın RAND beyin mərkəzi hazırlayıb. Məlumat üçün deyim ki, bu mərkəzdə çox məlumatlı və savadlı mütəxəssislər çalışır. İşçilərin çoxu Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşlarıdır. Mən o məruzəni oxuyandan sonra dəhşətə gəldim. Siz bilsəydiniz ki, bizim üçün nələr hazırlanıb. İnanın, tükləriniz biz olardı. Məruzədən belə məlum olur ki, bizim xalqımızın heç bir çıxış yolu qalmayıb. İqtisadiyyatın bütün sahələri bərbad vəziyyətdədir. Nə neftin qiymətinin artması, nə də heç bir xarici sərmayələr Azərbaycanın iqtisadiyyatını fəlakətdən xilas edə bilməz, yox. Məruzəni oxuyan başqa iqtisadçılarla da söhbət etdim. İnanın ki, onların da fikri mənim fikirlərimlə üst-üstə düşdü. Mənim əziz xalqım, mənim əziz Gəncəbasarlılarım, ey İmamzadə,
mühafizləri. Məruzəni oxuyandan, ölkədəki həqiqi vəziyyətlə tanış olandan sonra xeyli ağlamışam. Heç cürə sakitləşə özümə gələ bilməmişəm. Axı mənim xalqımın aqibəti necə olacaqdı? Mənim sevimli Gəncəbasarım, mənim Gəncəbasarlılarımın axırı, qisməti nə olacaq, necə olacaqdı? Handan hana özümə gəldim, sakitləşə bildim. Öz-özümə fikirləşirəm ki, bəlkə elə belə yaxşıdır. Belə qalsa yaxşıdır. Çünki mən bilirəm ki, Əliyev iqtidarı hakimiyyəti öz xoşuna asanlıqla əldən verən deyil, yox. Lakin iqtisadiyyat və maliyyə sistemi bu cür dağıldıqdan sonra onlar özləri baş götürüb qaçmalı olacaqlar. İnanın. Nəticədə mənim əziz xalqım onların zülmündən azad olacaq, sonra öz-özünə bir gün ağlayacaqdı. Bəlkə onda Azərbaycanda yaşayan xalqların hamısı, o cümlədən biz, türklər də rahat yaşaya, iqtisadiyyatımızı qaldıra bildik, hə? Biz türklər, talışlar, ləzgilər, avarlar, bir sözlə hamımız azad olacağıq, hamımız. Onda bu xalqların arasında düşmənçilik, ədavət də yox olacaqdı. Məhz belə bir azadlığın xətrinə mən hətta iqtisadi və maliyyə tənəzzülünü günü-gündən dərinləşməsinə də qəribə baxmıram. Tək bu qəssablar, baş kəsənlər rədd olub getsinlər. Allaha yalvarıram ki, belə olsun. Həm də dünyanın böyük dövlətləri indi çox ciddi girişiblər bu məsələlərə. Onlar bu dəfə Əliyevin yağlı vədlərinə, onun rüşvətlərinə daha inanmayacaqlar. Gəlin hamılıqla dua edək ki, belə də olsun. Sizləri Allaha əmanət edirəm, mənim əzizlərim. Allah köməyiniz olsun. Bu qədər. Yaraman aman 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 yarar car çuguyum dedeyme Rus hazı giraşt çuguyum dedeyme Rus hazı giraşt یا عیل بیستارم آقای افکوش نداشت دلمه دلمه ظالم بیستایا دل تüzü باگاشت ددeyme عزیزه ددeye azabهای بلاغش تمیزه ددeye گیراشته روزها فرمیش نسبیره او گیراشته روزها فرمیش نسبیره ایار ما افتاره هر تونه دیره خوبارو خوب روز نیم بود
çətininə birə Siprəm uy sərtürəyə Qurbu gərdonmə Dedəymə əzizə dedəyə Əzam hay bilaği təmizə dedəyəm Dül dedəyə dül ayl yəki nəsbirə Əvəxtü Əvəxtünə gürdəyəm mə qofay türə Vəxt biri bir soxtam cəfa hay türə Dedəymə əzizə dedəyə Əzav hay bilağı təmizə dedəyə Yaşayım üstəyə qafay mərasti Yaşayım üstəyə qafay mərasti Qərb türəyə nədarəm mən cavan histiyə İmahay ömürmə روز مشورستی dedeyme əzizə dedey Ez avhay bilab iştemize dedey Ecib pul nederi aşire dedey Eri milletay ilam Lava khaya dedey Allah'ım Ay can Ah Allah'ım ay can Amerika Birleşmiş Ştatları'nın kongresmenleri karşıdan kalan referandum Azerbaycan'da legitimlik buhranı yaradır. Beynelhalk Freedom House İnsan Hakları Teşkilatı hususi bayanatla çıkış etmiştir. Burada Azerbaycan iktidarı növbəti etiraz aksiyası arafasında 40 nafar aktivistin hapsine göre ittiham olunur. Bayanat Freedom House Teşkilatı'nın resmi saytında dərc olunmuştur. Dinç etiraz aksiyası arafasında aktivistlerin hapsi söz ve yığıncıklar azadlığının bir manalı pozulması demektir. Azerbaycan iktidarı haps olunanları azad etmeli ve öz konstitusiyaya hukuklarını müdafiə eden insanları qorxutmağa son qoymalıdır. Deyə Freedom House Təşkilatının Beynəlxalq Proqramlar üzrə vitse-prezidenti Robert German bayan etmişdir. Biz gəlmişik şeytana yox demaya. Azərbaycanda İlham Aliyeva karşı kutlavi mitinglər. Azərbaycan müxalifətinin liderləri Bakıda sentyabrın 17-də baş tutmuş mitingdə bayan etdilər ki, konstitusiyaya təklif olunan dəyişikliklərin hamısı hakim elitanın manafələrinə xidmət edər. Bu haqda Kavkazki Uzel xəbər verir. Mitingdə İslam Partiyasının uzvu Rovşan Ahmadli zindanda olan Müsəlman Birliyinin sadri Taleh Bağırzadənin müraciətini oxumuşdur. Vaxtında man jurnalist Xadicə İsmayılovunu müdafiə edəndən mandan soruşurdular ki, sən onu niyə müdafiə edirsən? Axı o ateistdir. Amma mana görə despota qarşı mübarizə aparan ateist tiranın qapısı ağzında namaz qılan mümindən yaxşı adamdır. Bu iqtidarı müdafiə edənlər Allaha yox, buta sacda edirlər. Deyə Rovşan Ahmadli Taleh Bağırzadənin sözlərinə oxumuşdur. Kavkazki Uzel daha sonra xəbər verir ki, bu sözlərə cavab olaraq meydanın şüarlar səslənmişdir. Biz bu meydan gəlmişik ki, şeytana yox deyək. Azadlıq, istefa. Bakıda müxalifətin mitingi.
Aliyev belə hesab edir ki, ikinci Şimali Koreya yarada bilər. Musafat Partiyasının tarafdarları və uzları sentyabrın 18-də Bakıda icazlı mitinqa yığırmışlar. Aksiya Yaşasın Respublika şuarı altında keçmişdir. Onun məqsədi konstitusiyaya dəyişikliklərə etiraz etmək olmuşdur. Mitingdə 2000-ədək adam iştirak etmişdir. Xəbər verir Kontaktaz saytı. Musafat Partiyasının keçmiş lideri İsa Gamber mitingdəki çıxışında demişdir ki, hökumət hətta öz vətəndaşlarına izah edə bilmir ki, konstitusiyaya bu dəyişikliklər nəyə lazımdır. Hökumət vəziyyəti adekvat qiymətləndirmək qabiliyyətini belə itirmişdir. Onlar güman edirlər ki, burada ikinci Şimali Koreya yarada bilər və onların stilində idarə edə bilərlər. Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Azərbaycan həbsxanasında. Birləşmiş Millətlər Təşkilatının xüsusi nümayəndəsi Michel Forst həbsdə olan Real Harakatının lideri İlqar Mamadovla görüşmüşdür. Xəbər verir APA. Məlumata deyilir ki, görüş Adliyə Nazirliyinin 2 nömrəli İslah müəssisəsində baş tutmuşdur. Görüşdə Michel Forst və İlqar Mamadov Azərbaycanda insan haqlarının söz azadlığının vəziyyəti və başqa məsələləri müzakirə etmişlər. Yigit sözdən qaytmadı, dilla uzub keltirdi, baxtını menda ko'rdi, sevgisini isbotladı. Bari gel, 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 bari gel. Yigit sözdən qaytmadı, bağımda gül gülledi, ko'zallarning ichidan ko'ylak menga bog'ladi. Bari gel, 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 bari gel. Gülü gülü xumorim, azizam, go'zali, yagonam deb erkalar. Gülü gülü xumorim, azizam, go'zali, yagonam deb erkalar. Sevgisini ko'paytaru, ming bora, ming bor. Sevgisini ko'paytaru, ming bora, ming bor. O'ynasam birga o'ynar, rad etmay, shod etgay, bir so'mga ham tark etmas. O'ynasam birga o'ynar, rad etmay, shod etgay, bir so'mga ham tark etmas. Sevgisini ko'paytaru, ming bora, ming bor. Sevgisini ko'paytaru, ming bora, ming bor. Meni juda qizg'onar, rashki boru rashki bor, sog'inarkan uzoq zor. Meni juda qizg'onar, rashki boru rashki bor, sog'inarkan uzoq zor. Sevgisini ko'paytaru, ming bora, ming bor. Sevgisini ko'paytaru, ming bora, ming bor. Yazın əvvəlində Gəncə çölündə, yazın əvvəlində Gəncə çölündə çıxıblar yenə də dizə lalələr, dizə lalələr. Yağışdan islanan yarpaqlarını
veriblər dərəyə düzə lalələr, düzə lalələr. Lalələr, 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 lalələr. Xəyalımdan nələr gəlib nə keçər, xəyalımdan nələr gəlib nə keçər. Yaz gələr ellərə, durnalar köçər, durnalar köçər. Bulaqlar sima var, ağdaşdan şəkər. Bənzəyir çəməndə közə lalələr, közə lalələr. Lalələr, 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 lalələr. Lalələr, 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 lalələr. Mənim əzizlərim, ötən dəfələrin birində sizlərə Dəccalın referendum oyunları haqqında danışmışdım. Onda demişdim ki, İlham Əliyevin bu referendum oyununun bir məqsədi var ki, o da öz arvad uşağını yüksək dövlət vəzifələrinə təyin etməklə öz ailəsinin hakimiyyətini daha da möhkəmləndirməkdir. Onda demişdim ki, bu oyunların son məqsədi balaca Heydərin, yəni İlham Əliyevin 20 yaşlı oğlu Heydərin prezidentlik üçün tələb olunan 35 ilə çatacağı günədək hakimiyyəti Əliyevlər ailəsində saxlamaqdır. Bizim televiziyanın həmin verilişinin altında yazılan şərhləri oxuyanda bildim ki, lap nöqtəsinə düşmüşəm. Çünki İlham Əliyevin o qulbeçələri məni elə təhqir etməklə əslində çalışırlar ki, Azərbaycan əhalisi İlhamın növbəti fırıldağından baş çıxarmasın. Qoy heç kim bilməsin ki, onun əsl məqsədi nədir? Ay mənim zavallı xalqım, elə də çox vaxt keçməyib həmin verilişdən sonra, amma yavaş-yavaş xoruzun quyruğu görsənir. Dünən hökumət saytı Azərbaycan 24 xəbər portalında çox maraqlı bir material dərc olunub. Materialın başlığı necə olsa yaxşıdır. Balaca Heydəri prezident seçək. Belə hallarda bizim Gəncəbasarda deyirlər ki, gözün aydına tamaşa, dövlətinin gəl-ha gəlidir. Materialda belə deyilir. Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Sabirabadda pambıqçılığın inkişafına dair müşavirə keçirir. Müşavirədə veteran pambıqçılar prezidentin evladı Heydər Əliyevin prezident kimi görmək istəyirlər. Görmək istədiklərinə dair təkliflər səsləndiriblər. Həmin hissəni yazılı və video olaraq təqdim edirik. Çıxış edən Kamilxan Rüstəmova. Mən sizə minnətdaram. Mən Heydər Əliyev ailəsindən başqa dövlət başçısı görmürəm. Görmək də istəmirəm. Yaşım 70'ə çatıb, bəlkə əcəl macal vermədi. Arzum budur ki, İlham Əliyev bu ölkəni daha da çiçəkləndirsin, 90 il prezident olsun, balaca Heydəri prezident seçək. Diqqətinizə görə minnətdarım. Hamınızı öpürəm. Fatma Hüseynova. O gün olsun ki, Allah mənə ömür versin ki, balaca Heydəri prezident görüm. Mən onu Heydər Əliyev deyib çağıranda bəlkə də yaşım azalacaq. Vicdan haqqı, ürəkdən deyirəm. Ay mənim zülmün altında əzilən xalqım. Həmin videonu da sizlərə göstəririk. Baxın, görün İlham Əliyev özü bu sözləri eşidəndə necə şit-şit yağ kimi əriyir. Bu sözlər lap yağ kimi onun ürəyinə yayılır. Həm də özünü elə aparır ki, güya heç xəbəri də yox imiş bu işlərdən. Ay, ay.
Axı bizim çoxumuz Sovet dövründə yaşamış adamlarıq. Gözəl bilirik ki, o dövlətin ictimai və siyasi həyatında hər hansısa bir dəyişikliklər, məhz dırnaqarası desək, aşağıdan kütlələrin inadlı təklifi əsasında baş verirdi. Burada deyiblər ki, keçi can hayında qəssab piy axtarır. Xalq acından qan qusur. Əliyev də fikirləşir ki, necə eləsin, nə təhər eləsin, öz ailəsinin hakimiyyət ömrünü daha da uzatsın. Özü az çalıb talayıb bu xalqı, qoy ailə üzvləri də çalıb talasınlar. Ay mənim əzizlərim, video yazısına baxarkən yəqin diqqət edərsiniz ki, həmin o iki qadın heç Sabirabadlı da deyil. Onların ləhcəsindən yaxşı bilinir ki, onlar təsadüfi adamlar deyirlər. Onların hər ikisi də İlham Əliyevin öz yerliləri, yəni Ermənistandan köçən yerazlılardır. İndi kimsə mənə deyə bilər ki, bu iş təsadüfdür. Əlbəttə təsadüf deyil. Təsadüfü həm də o deyildir ki, bu təklifi başqa bir Sabirabadlı yox, məhz Ermənistanlı qadınlar irəli sürür. Bu yerdə mən sizlərə deyirəm, niyə də verməsinlər? Axı bu torpağın sərvəti Əliyevlərin cibindən və onların qalanı da onun yerlilərinin cibindədir. Bu ölkədə onlardan başqa babat gün görən varmı? Əliyevlər onlar üçün hər şərait yaradıblar, hər şərait. Ona görə də elələrinin belə bir təşəbbüsdə olması tam təbiidir. Onların nə vecnə ki, mənim xalqım nələr çəkir, Əliyevlərin zülmü altında nələr görüb görsənir. Amma mən hələ harasıdır? Digər bir hökumət saytı moderator az, daha bir maraqlı material dərc edib. Onun başlığı belədir. Dünyada ən yaxşı prezident İlham Əliyevdir. Özünü oxuculara güya müstəqil ekspert qrupunun rəhbəri kimi təqdim edən professor Qüdrət İsakov adlı bir gülmə şəkər referendumla əlaqədar rəy sorğusu keçirdiyini iddia edir. Onun nəticələri haqqında yazır. Görün nələr yazır. Əvvəlan onu deyim ki, rəy sorğusu keçirməyin öz qayda qanunları var. Onun ən birinci şərti də odur ki, sorğu ən müxtəlif əhali kütlələrini və peşə sahiblərini əhatə etməlidir ki, inam olsun. Amma bizim bu gülmə şəkər kimlərin arasında sorğu keçirib? Ancaq orta və ali məktəb müəllimləri və bir də elmi tədqiqat institutlarının əməkdaşlar arasında. Təsadüfdürmü? Yox, təsadüfdür. Əlbəttə yox. Çünki Azərbaycanda məmə yeyəndən pəpə yeyənədək hamı bilir ki, müəllimlər, həkimlər, Əliyevlər iqtidarının əsirləri kimi bir şeydir. Onlara büdcə təşkilatının işçiləri deyirlər. Çünki maaşı dövlət büdcəsindən alırlar. Ona görə də o zavallıların İlhamı tərifləməkdən başqa nə çarəsi var? Başqa çarəsi varmı? Haqqında söhbət açdığımız soruda da o zavallılar hamısı az qala bir ağızdan deyirdilər ki, birincisi hökmən referenduma gələrik. İkincisi, Azərbaycanda İlham Əliyevdən yaxşı prezident yoxdur ki, yoxdur. İndi görürsünüz ki, bu iki material arasında yaxınlıq nədir? Onların ikisi də bir məqsədə qulluq edir, bir məqsədə. Hər vasitə ilə cəmaatı inandırmaq istəyirlər ki, Əliyevlərə toxunmaq olmaz. Qoyun çalıb talasınlar. Qoyun talasınlar Azərbaycana. Yəqin xəbəriniz var. Bugünlərdə məlum olub ki, Buzovna qəsəbəsində kanalizasiya çəkilişi üçün ayrılmış 10 milyon manat pul Heydər Əliyev fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında xərclənməliymiş. Amma bu pullar birdən-birə yox olub.
Külə dönür. Mətbuat məmurları söyür, amma heç kim demir ki, ay kişilər, Mehriban Əliyevin qorxusundan o pullara əl uzadan olardı mı? Pulları yazıblar Buzovnanın adına, amma Mehriban Əliyeva öz keyfi istəyən şəkildə onları xərcləyir, xərcləyir. Baxın, görün bu qadın nə eləyir? Azərbaycanda az qala aclıqdır. O Parisdə Azərbaycan şəhərciyi açır. Pullar hamısı getdi Parisə. İndi İlham Əliyev onu gətirib vitse-prezident qoymaq istəyir ki, xalqın pullarını oğurlamaq imkanı daha geniş olsun. Ondan sonra gələnlər isə ondan da 5 betər olacaqlar, bunu bilin. Ona görə də mənim əzizlərim, həm mənim dediklərimi diqqətlə dinləyin, həm də ləzzətlə video yazısına baxın. Nə qədər bu xalq qorxusundan səsini çıxarmayacaq, ha? Əliyevlər onun başına hədsiz müsibətlər gətirməklə davam edəcəklər. Nə qədərə kimi? Mənim sizlərə deyəcəyim bir söz var. Nə qədər gec deyil, öz başınıza çarə qılın. Azərbaycanda rüşvət və korrupsiya baş alıb gedir. Amma İlham öz vəzifəsinin dərdini çəkir. Öz vəzifəsinin. Mənim yaşım 70'e çatıb, bəlkə əcəl mazal vermədi. Mənim arzum budur ki, İlham Əliyev bu ölkəni çiçəkləndirsin, 90 il prezident olsun, balaca Heydəri prezident seçək. Sözünüze göre minnettarım, öpürəm hamınızı.
Çal çal tercüman bir hava çal 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 Nur oynakşan hava çal 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 Oynasın gaynatalar çal 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 Oynasın gaynanalar çal 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 Duyulan kız oynasın çal 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 Bütün meclis oynasın Dünya Zaman ve Hayat programının muhterem izleyicileri merhaba. Biz bugünkü programımızda Türkiye Cumhuriyeti ile Azerbaycan arasındaki münasebetlere değinmek istiyoruz. Bilindiği gibi bu münasebetler 15 Temmuz'da Türkiye'de gerçekleştirilen başarısız darbe yani ihtilal girişiminden sonra bir hayli gerginleşti. Türkiye Cumhuriyeti ve özellikle de Cumhurbaşkanı Recep Tayyip Erdoğan, İlham Aliyev'i ve onun yönetimini Fethullah terör örgütünü desteklemekle suçluyor. Onun için Türk-Azerbaycan ilişkilerinin gerginleşmesi, Erdoğan-İlham Aliyev ilişkilerini de olumsuz yönde etkiledi. Halbuki Erdoğan'ın Adalet ve Kalkınma Partisi 1992 yılında iktidara geldiğinde bu partiyi Fethullah cemaati bütün gücüyle desteklemiş. Yani bir açıdan Adalet ve Kalkınma Partisi'nin Türkiye'de iktidar olmasını sağlamıştı. Türkiye-Azerbaycan münasebetlerine gelince, aslında bu münasebetler daha baştan beri gergin olmuştur. Çünkü burada çok mühim görüş ayrılıkları mevcuttu. Bu açıdan 1992 yılının Mart ayında Bakü'de Heydar Aliyev'e karşı tertiplenen ihtilal hiç de tesadüfi değildir. Bu ihtilal girişimi de son anda Süleyman Demirel tarafından engellenmişti. Neden? Çünkü Türkiye ta baştan beri Azerbaycan'da musafatçıları destekliyor. Onların hükümet kurmasını istiyor. Bu da olmayınca her ne kadar kardeşlikten bahsetseler de hoşnut değil. Başka bir hükümetin iş başında olmasından. Türk-Azeri görüş ayrılıkları örneğin Kuzey Kıbrıs Türk Cumhuriyeti meselesinde, İsrail'le olan siyaset meselesinde, İran konusunda da mevcut. Ayrıca Türkiye Cumhuriyeti her ne kadar Rusya'ya yakınlaşsa da Azerbaycan'ın Rusya politikasından da rahatsız. Yani Türkiye Azerbaycan'ın Rusya'ya yakınlaşmasını da istemiyor. Bu rahatsızlık bilhassa 2008 yılının daha doğrusu Ağustos ayında Güney Ossetya Savaşı'ndan sonra belirginlik kazandı. Başka bir deyişle Azerbaycan'ın Rusya politikası Türkiye'nin ağabeylik yapmasına engel teşkil ediyor. Türkiye Azerbaycan'a ağabeylik yapacak da ne olacak? Çok açık. Erdoğan 2020 yılına kadar Azerbaycan'ı Sünnileştirme politikası güdüyor. Maksadı da belli. Eğer Azerbaycan Sünnileşecek olursa o zaman Heydar Aliyev zamanında ileri sürülen slogan yani lozung, burada söz konusu olan tek millet, iki devlettir. Bu tek millet, tek devlete dönüşecek. Yani Azerbaycan
Türkiye'ye bağlanacak. Bağlanırsa ne olur? Petrolden Azeri yönetiminin İlham Aliyev başta olmak üzere hükümet temsilcilerinin ve Aliyev'in çevresindeki kişilerin elde ettikleri milyonlarca dolarlar İlham Aliyev'in elinden çıkacak, Recep Tayyip Erdoğan'ın eline geçecek. Demek ki asıl mesele ne Aliyev'in Fethullahçılara, yani Fethullah Gülen cemaatine verdiği destek, ne de Azerbaycan'ın Kuzey Kıbrıs Türkiye Cumhuriyeti'ne, İsrail'e uyguladığı politikalar, ne de Bakü'nün Moskova'ya yakınlaşmasıdır. Burada asıl mesele petroldür. Eğer petrol gelirleri İlham Aliyev'in elinden Erdoğan'a geçerse ne olur? Halk açısından hiçbir şey olmaz. İnsanlar yine sersefil hayatlarını sürdürürler. Halk doğup büyüdüğü toprakları bırakıp Rusya'ya kaçmak zorunda kalır ve ülke nüfusu artacağına devamlı azalır. Örneğin yanılmıyorsam 2007 yılında Türk gazetelerinden birinde Azerbaycan'da nüfusun 4 milyona düştüğünü, dolayısıyla Azerbaycan'ın asıl meselesinin Dağlık Karabağ değil, nüfustaki azalma olduğunu yazmıştı. Oysa Suudi Arabistan, Katar, Kuveyt gibi petrol zengini ülkeler kendi vatandaşlarına çıkardıkları petrolden pay vermekte, maaş bağlamaktadırlar. Bunlar da geçimlerini sağladıkları için bırakıp Amerika'ya, Avrupa'ya kaçmıyorlar. Yani Suudi Arabistan'dan, Katar, Kuveyt, Birleşik Arap Emirlikleri gibi ülkelerden dışarıya kaçan yok. Yalnız nasıl oluyorsa sadece eski Sovyet Cumhuriyetlerinde bu kaçış gerçekleşiyor. Belki bu Suudi Arabistan, Katar, Kuveyt gibi ülkelerde demokrasi yok. Adalet de yok. Ama petrolden elde edilen zenginliklerin biraz da olsa adil paylaşımı var. Bu inkar edilemez. Bütün ülkelerde adaletin hakim olması ümidiyle kalın sağlıcakla. Gelecek hafta aynı gün ve aynı saatte görüşmek üzere.